Azərbaycanın logistika sektorunda fəaliyyət göstərən sahibkarlarından biri də Gülşən Məmmədlidir. Onun GSM Express MMC və Mer Global Transport MMC-nin təsisçisi və rəhbər olduğu bildirilir. Bir xəbər mediaya söz gedən xanım və şirkətləri barədə iddialı bir məlumat daxil olub. Məlumatlı mənbə iddia edir ki, Gülşən Məmmədlinin şirkətləri sənəd üzərində beynəlxalq yük daşıma və logistika xidmətləri göstərdiyi bildirilsə də, əslində yük maşınlarına dazvol satışı həyata keçirilir. Necə olur ki, dazvol, yəni icazə blankları dövlət tərəfindən tənzimlənən və daşıyıcılara rəsmi qaydada verilən bu sənədin adi sahibkar xanım tərəfindən satışı həyata keçirilir. Yük maşınlarına dazvol satışı həyata keçirdib pulların nağdlaşdırılması ilə məşğul olan xanım daxili bazarda özünü iş adamı kimi təqdim edərək logistika işinə kölgə salır. Bu işdə Gülşən Məmmədliyə Ceyhun, Mərdan, Ramin adlı şəxslərlə yanaşı xanımın atası və qardaşı da köməklik göstərir. Qeyd edək ki, şirkətlərin ofisi Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşir və bu ofisdə xaricə gedən yük maşınlarını həm dazvol, həm də borca yanacaq satışı həyata keçirilir. Eyni zamanda söz gedən şirkətlərin vergidən yayınma halları ilə də əlaqəli olduğu bildirilir. Vergi maxinasiyalarında isə Xanıma Vergilər Nazirliyində olan tanışı və mühasibin kömək etdiyi qeyd olunur. Rəsmi sənədlərdə hər şeyin qaydasında olduğunu, lakin xanımın qeyri-legal işlərlə məşğul olduğunu deyən mənbə onu da bildirir ki, şirkət Qarabağda çalışan şirkətlərlə də pulları nağdlaşdıra bilir. O pulları yağ alışı, ehtiyat hissələri, təkər alışı və yanacaq alışı adı altında nağdlaşdırır. Gülşən Məmmədlinin tərəfdaşı olan Ramin Ağayevin ARG Texnika Servis MMC və daş kərxanası var və onlar işğaldan azad olunan ərazilərdə işlədilir. Mövzuda daha bir fakt diqqət çəkir. Məlumata görə işçilərin maaş kartı Gülşən Məmmədlidə olur və qeyri-qanuni işlər asanlıqla həyata keçirilir. Eyni zamanda söz gedən şirkətlər və Məmmədlinin tanışları Mərdan, Ceyhun, Ramin Ağayev Qırmızı Körpüdə yanacaq və dazvol satışı ilə ad çıxarıblar. Qeyd edək ki, dazvol satışı logistika bazarında kifayət qədər həssas və müzakirə olunan bir mövzudur və birbaşa dövlətin nəzarətində tənzimlənən prosedurdur. Ümid edirik ki, səslənən bütün bu iddialar lazımi qurumlar, xüsusilə də blankların bölüşdürülməsində cavabdeh olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb araşdırılacaq. Bu arada səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.